Tamam. Axşamınız xeyir. Tamam. Necəsiz? Məndə internet zal biraz tez-tez gedir. Mən çıxsam ya narahat olmayın. Yəni qalasan deyirəm. Yaxşı. Necəsiz? Keyfiniz Sağ sağlığınız. olun. Necə? Yaxşı olun. Salam. Uşaq var yoxsa siz oradan görürsünüz? Mən görürəm. Var. Hə, öyle. Yaxşı. Biraz gözləyək. Bir 5 dəqiqə sonra başlayaq. Gün demişdim, atmosferi sual-cavab edəcəm. Bir də atmosfer mövzusu ilə bağlı olan məsələlərə baxacağıq. Salam müəllim. Salam Fərid. Mövzumuz hansı olacaq? Fatma, mövzumuz atmosfer üzrə sual-cavab, bir də atmosfer ilə bağlı məsələlərin. Orada təzyiq, temperatur məsələləri, buxarlanma ilə bağlı məsələlərə baxacağıq. Birinci sual-cavab. Yaxşı. Başlayaq biz onda. Birinci başlayaq sual-cavabdan. Görüntüləri bəlkə açaq. Uyğunsunuzsa. Açmaqda olar müəllim. Mən də sizi qara ekrana baxmaqdan yoruldum hemen. Yaxşı. Atmosfer nə təbəqəsidir? Hava təbəqəsi. A. Hava, bəli, hava. Yaxşı. Atmosferin tərkib hissələri hansılardır? Yəni atmosfer deyəndə bura nələr daxildir? Troposfer, stratosfer, mezosfer, onlar da ismənmi yoxsa? İçində Qatlarını olan qatlar. yox, soruşmuram. Atmosferin tərkib hissəsi. Yəni bu atmosfer dediğimiz hava təbəqəsidir. Bu hava nədən ibarətdir? Nələrdən yaranır? Hə, azotdur, oksigen demədim. Onlar Məsələn. ionlardır. Yəni qazlardan yaranır da qazlar. Bəli. Atmosferdə qazlar var. Sonra nə var? Atmosferdə qazlar var başqa. Su buxarı, Təzyiq. su buxarı və aerozol hissəcikləri, yəni toz hissəcikləri. Üç əsas elementlər var idi. Bəs atmosferdə üstünlük təşkil edən qaz hansıdır? Azot. 78%. Düzdür, azot. Arıcılıq necədir? Azotdan sonra ikinci yerdə hansı qazdır? Karbon idi müəllimə. Yox, karbon deyil. Azotdan sonra oksigen, 21%-dən oksigen üstünlük təşkil edirdi. Sonra arıcılıq yaddan çıxıb deyərsən. Yəni,
Mən deyim 78% azotdur, 21% oksigendir, 0,93% arqondur, 0,3% də karbondur. Səsi bağırmış bayaqdan. Hə. Deməli, ən çox üstünlük təşkil edən Azot. Oksigen. Azot. azotdur. Sonra isə oksigendir. Doğrudur. Birinci yerdə azot üstünlük təşkil edir. Yaxşı, atmosferin qatları. Atmosfer hansı qatlardan ibarətdir? Troposfer, stratosfer, mezosfer, termosfer, bir də egzosfer. Toplam neçə qat elədi? 5. Toplam 5. 5 qat elədi. Ozon təbəqəsi hansı qatda yerləşir? O şey demək stratosferdə. Ozon təbəqəsi. Yəni, hansı, Nuray? Atmosfer. Stratosferdə yerləşir, düzdür, ozon. Ozon təbəqəsinin ümumiyyətcə əhəmiyyəti nədir, nədən ibarətdir? Burada o günəşdən gələn şüaların qarşısını alır. Ultraviyolətli şüalar məni qoruyur da. Ultravənəfşəyi şüalardan doğrudur qızlar, qoruyur. Yaxşı. Bəs ionosfer təbəqəsi hansı qatda yerləşirdi? Termosferdə yerləşir onlar. Yerdə olan atmosfer hadisələrinin çox böyük hissəsi hansı qatda baş verir? Troposferdə. Troposferdə. Düzdür. Yaxşı, troposferdə hündürlüyə doğru qalxdıqca temperatur və təzyiq necə dəyişir? Hər 100 metrdə bir müəllim 0,6 dərəcə azalır. Nə? 0,6 dərəcə azalan nədir? Selsi. Təzyiq də. Təzyiq. Hə. Dərəcə selsi deyil. Yəni o nədir? Selsi olan nəyi ölçür? Selsi. Temperatur. Temperatur deyil. Temperatur, bəli. Hər 100 metrdə 0,6. 0,6 dərəcə aşağı düşən olur temperatur. Buna aerotermik pillə də deyilir. Bəs təzyiq necə dəyişir? Hər 10 yox. Hər 10 metrdə Hər 10 metrdən 1 metr. 10 metrdən 1 metr. hər 10 metrdə 1 millimetr civə sütunu təzyiq aşağı düşür. Doğru. Yəni troposferə qalxdıqca temperatur da təzyiq də hər ikisi aşağı düşür. Doğrudur. Yaxşı. Hava temperatur şəraitinə gəlsək, sutka ərzində minimum temperatur nə zaman müşahidə olunur? Yəni ən aşağı temperatur. Sübhə yaxın. Günəş çıxmazdan əvvəl 10-15 dəqiqə əvvəl. Və yaxın günəş çıxmazdan 15 dəqiqə əvvəldir. Bəs maksimum temperatur nə zaman müşahidə olunur? Saat 3-də müəllimə Saat 13:00 və 14:00 ərəfələrində. Günortadan 2-3 saat sonra, bəli, 13-14 radələrində müşahidə olunur. Radiasiya nədir uşaqlar? Radiasiya. Mən günəş şüaları. Hə, düzdür, de görüm. Günəş Günəş şüaları. Yerə gəlib çatan günəşin işığı Günəş şüaları mənim yəni yaşım. stilinin cəmiyyətində bu radiasiya. Hə. Bu radiasiyanı biz bölüb adlandırırdıq. Ümumiyyətlə yer səthinə gəlib çatan radiasiya olurdu ümumi radiasiya. Ümumi radiasiya Səpələnən cəmi ümumi adlanır. bir hissəsi Səpələnənlər idi, bir də ümumi radiasiya var idi. səpələnən, Deyəsən mən Bir də buludlu düz. yerdə ümumi radiasiya olurdu, düz radiasiya bulutsuz vaxt olursa. və udulan radiasiya kimi də bölünürdü. Səpələnən və udulan radiasiyanın cəmi bizə ümumi Ümumi radiasiya. radiasiya. Həmçinin də düz radiasiya və əks olunan radiasiya da var idi ki, əks olunan radiasiyanın adı nə idi? Albedo. Yəni albedo. Bu ikisinin də cəmi elə bizə ümumi radiasiyanı verir. Albedo. Albedo ən çox hansı səthlərdə olurdu? Su. Hansı? Əks olunma deyirsən, hə? Bəli, əks olunma ən çox hansı səthdə olurdu? Qarlarda, Bəli, qarda, bir də buzlaq ərazilərdə olurdu. buzda, qarda və buzda albedo ən yüksək olurdu, 95%-ə qədər. Bəs albedonun ən kiçik olduğu səth hansıdır? Qumdadır da. Su, Bir də- suda. Ən kiçik olduğu sudur. Qumda neçə faizdir albedo? 40%. 40%, bəli. Udulan radiasiyanın maksimal qiyməti hansı səthlərdə müşahidə olunur? Hə, tropiklərdə müəllim.
Yox, sərt olaraq. Udulan radiasiya ən çox harda olur? Udulan radiasiya çox. Albedo dediniz ən çox təzə qarda və buzda olur. Bəs udulan radiasiya ən çox Qumda. Quru səslə. Udulan Quru radiasiya. Qumda deyil. yox. bunda Meşədə, deyil. torpaq doğrular deyil. Albedonun ən az olduğu yer haraydı? Ən az olduğu yer su. Su. Suda aksi olunan radiasiya azdırsa, deməli udulan radiasiya ən çoxdur da. Hı. Suda udulan radiasiya ən çoxdur. Buzda da əks olunan albedo ən yüksək həddə çatır. Düz radiasiya hansı ərazilərdə daha çox olur? Həm tropik Tropik iklimlərdə, qütb sahralarındaydı. Tropiklər nasıl tropik ərazilər? Tropiklərdə səhra maksimal həddə çatır. Doğrudur. Çünki burada nə yoxdur? Ekvator yox. Yox. Nə yoxdur? müsbətli yoxdur, müəllim, quruluq var da, müsbətli yoxdur ona görə. Bəli, bulut yoxdur. Bulut yoxdur. Günəş şüasının qarşısını kəsmir. Ona görə radiasiya birbaşa yer səthinə gəlir çatır və tropik səhralarda, qütb səhralarında da radiasiyanın qiyməti, düz radiasiyanın qiyməti çox olur. Bəs səpələnən radiasiya ən çox hansı enliklərdə üstündür? Ekvatorial müəllimə yoxsa? Ekvatorial və Çünki müəllim buzluq çoxdur. Tropik. Mülayim eləyir yoxsa? mülayim. Ekvatorial və mülayimlərdə səpələnən radiasiyanın qiyməti daha çoxdur. Doğrudur. Yaxşı. Amplituda nədir? Tuda, bəli. Amplituda. Hə. Amplituda maksimum və minimum temperatur arasındakı fərqdir. Ən yuxarı temperatur, aşağı temperatur. Bəli, ən yuxarı temperaturla ən aşağı temperatur arasındakı fərqdir. Və var idi sutkalıq amplituda. Oradan şeydir, yəni sutka ərzində ən yuxarı temperaturla ən aşağı temperatur fərqi idi. Doğrudur. Ən çox sutkalıq amplituda harda olurdu? Ekvatorial. Ekvatorlarda. Ən az Yox. Mülayim də, mülayim. Mülayimdə olur da. sutkalıq amplituda ən çox harda olurdu? Sutka ərzində. Tropik. Tropiklərdə. Bəli, tropik səhralarda sutkalıq amplituda ən yüksək həddə çatırdı. Çünki orada sutka ərzində temperaturun gedişində kəskin fərqlər var. Mən temperaturla qarışırdım. Gündüzlər həddən artıq çox qızır səhralar, gecələr isə soyuyur. Burada amplituda ən yüksək həddə çatır. Yəni sutkalıq deyəndə səhra, baxın, s da yadda saxlaya bilərsiniz də baş hərfləri ilə. Sutkalıq səhralara uyğun gəlir. İllik amplituda ən çox hardadır? İllik mülayimlərdədir mənim. Bəli, mülayimlik Mülayimdədir. Altı ekvatoriallardır. kəskin kontinentalında, xüsusən də Sibir regionuna düşür. Sibir. Bu ərazilərdə milli amplituda maksimal həddə çatır. Ən az ikisinin də ən az olduğu yer Ekvatorial. ekvatorialdır. Bəli, ekvatorialda hədlə illik amplituda azdır. Siz mənim səbəb nədir? Çünki ekvatorda temperaturun gedişində böyük kəskin fərqlər yoxdur. Burada həm sutka ərzində, il ərzində bəli, temperaturda böyük kəskin fərqlər müşahidə olunmur. Temperatur hər zaman istidir. Ona görə də temperaturlar arasındakı fərq də az olduğu üçün sutkalıq da, illik də amplituda ekvatorda ən az olan hissələrdir. Şimal yarımkürəsində ən isti ay quruda hansı aydır? Şimal yarımkürəsinin quruda ən isti ayı. İyul müəllimə. İyul ayı. Düzdür. Bəs ən soyuq ay quru üzərində, yarım materiklərdə. Yanvar, fevral müəllimə. Yanvar ayı. Okeanlarda isə burada bir ay gecikməklə müşahidə olunur. Cənub yarımkürəsində yay ayları hansıdır? Yanvar, fevral müəllimə. Yanvar, fevral. Dekabr, yanvar, fevral aylarıdır. Doğrudur. Sonra burada gəldik. Neçə dənə istilik qurşağı var? 3 dənə istilik qurşağı var. Bəli, neçə istilik qurşağı? 7 dənə istilik qurşağı var idi. Doğrudur. İsti qurşağın sərhədlərinin temperaturu neçə dərəcə olur? Müsbət 20 dərəcə. Bəli, isti qurşaq müsbət 20 dərəcə temperaturda sərhədlərini təşkil edir. Bu da hansı enliklərə uyğun gəlir?
Ekvatorial şimal tropik. Yəni ekvatorial, şimal tropik, həm də elə cənub tropiki də götürə bilərik. Çünki isti yerlər ekvatorialdan tropiklərdir. Bunlar isti qurşaqdır. Mülayim qurşağın sərhədləri temperaturu neçə dərəcə olur? Müsbət 10. 20 ilə müsbət 10 dərəcə arası mülayimdir. Soyuq qurşağın Soyuq qurşaq 0. 10 dərəcə ilə 0 dərəcə arasında və daimi şaxta qurşaqlarında temperatur Daimi şaxta. 0-da ondan daha aşağıdır. bəli 0 dərəcə və ondan da aşağıda müşahidə olunur. Normal atmosfer təzyiqi nə qədərdir? 760. 760 mm. 60 mm. Bu 760 mm hardan hesablayıblar? Okean Okean səviyyəsi. Yəni okean səviyyəsi neçə metrdir? 0. 0 metr. Bəli, və hansı temperaturda? Hansı temperatur? Normal 0 dərəcədə temperaturda hesablayıblar ki, normal atmosfer təzyiqi 760 mm civə sütunudur. Hündürlüyə doğru qalxdıqca təzyiq necə dəyişirdi? Azalır. Azalır. Bəli. Təzyiq qurşaqları formalaşırdı ki, bu təzyiq qurşaqlarının neçə ümumiyyətcə təzyiq qurşağı var? alçaq zirvə təzyiq uşaqları. 3 alçaq 4 yüksək. Bəli, 7 təzyiq qurşağımız var. Bunun 3'ü alçaq, 4'ü 4'ü isə yüksək. Alçaq təzyiq qurşaqları hansılardır? ekvatorial və 2 mülayimdir. Mülayim ellik, Ekvatorialla bəli, mülayim mülayim alçaq, tropiklə tropiklə qütblər isə yüksəkdir. Yüksək tondur. Alçaq təzyiq qurşaqlarında havanın hansı hərəkəti olur? Yəni təzyiq azdır burada. Bir də hava qalxan olurdu. Olur, bəli. Bir də səthələr radiyası daha çox çıxır. hava qalxır müəllim yüksək təzyiqdə. Alçaq təzyiqdə isə Yağış Əksinə Fatimə, alçaq təzyiqdə qalxan hava olur. Yüksək təzyiqdə enən. Alçaq təzyiqdə qalxan hava plus radiasiyanın hansı növü olur? səthələnən. Səpələnən radiasiya. Çünki hava qalxırsa mütləq orada Burada yağıntı və bulutluk və yağıntı çox idi. bəli, bulud və yağıntı çox olur. Yüksək təzyiq qurşaqlarında isə havanın Açıq aydın quru hava şəraitləri. Bulutluk və yağıntı var. hava şəraiti Bir radiyası sayılır. enən hava olur və hansı radiasiya üstünü təşkil edir? düz radiasiya müəllim, düz radiasiya. Ümumi günəş radiasiyası artır və düz şəkildə yer. Düz radiasiya miqdarı ən yüksək həddə çatır. Eyni təzyiqə malik nöqtələri birləşdirən xəttlər nə adlanır? İzoxət idi müəllim yoxsa? İzoxət idi. İzoxət ümumi bunların hamısının adı. İzobarlar idi. Bəli. İzobarlar. İzobar düz. Eyni təzyiqə malik nöqtələri birləşdirən xəttlər izobarlar adlanırdı. Təzyiqi hansı cihazla ölçürlər? Müəllim, barometr idi. Barometr idi müəllim. Cihazı ilə ölçürlər, doğrudur. Barometr cihazı ilə ölçürlər. Barometr. Təzyiq qurşaqları. Bəs termik təzyiq qurşaqları hansılardır? Mütləq hündürlük, temperatur, havanın. O mənim. Termik təzyiq qurşaqları hansılardır? Yəni Ekvatorialdan böyük. Tropik enliklərdə mən 23 dərəcə. Tropik enliklərdə. yox. Mənim tropik enliklərdə. Ekvatorialla qütblər termik təzyiq qurşaqları. Çünki bunu temperatur formalaşdırır. Dinamik təzyiq qurşaqları hansılardır? Yəni Coriolis qüvvəsinin təsiri ilə hava kütlələrinin hərəkətindən yaranan hansı təzyiq qurşaqları olacaq dinamik? Tropiklə mülayim. Tropiklə mülayim, bəli. Ekvatorialla qütblər oldu termik, mülayimlərlə tropiklər isə olur dinamik təzyiq qurşaqları. Təzyiq fərqi nə yaradır? Nəyi yaradır? Təzyiq. Yəni yüksək təzyiqdən alçaq təzyiqə doğru havanın hərəkəti nəyi formalaşdırır? Soyuq havanı yoxsa? Soyuq havanı da müəllim. Yəni havanın üfüqi istiqamətdə hərəkətinə nə deyirdik biz? Üfüq və şalqın uzunluğu idi bu.
Külək. Külək. Bu külək təzyiq fərqindən yaranır da, yüksək təzyiqdən hər zaman alçaq təzyiqə doğru əsir. Buna həmçinin də biz deyirdik, havanın üfüqi istiqamətdə hərəkət etdi. Küləyin rejimindən asılı olaraq hansı növləri var idi? Tutqalıq, mövsümü, bir də daimi. Bəli, sutqalıq, Mövsümü daimi müəllim. mövsümü, bir də daimi. Doğrudur. Sutqalıq küləklər hansıları idi? Dağlara bir de Birbirlərindən dağlara küləkləri. Düzdür. Brizlər və dağ küləkləri. Mövsümü küləklər hansılardır? Muson çölü. Muson küləkləri. Daimi küləklər hansılardır? Passat küləkləri, qar küləkləri. Bəli, qız küləkləri. İndi bu daimi küləklərin mövsümü və sutqalıq küləkdən əsas fərqi nədir? Daim olmazsa. Yəni, Yəni il boyu bir yerdə qalması demək olar. bəli, istiqamətini dəyişməməsidir. İl boyu eyni istiqamətdə əsməsidir. Məsələn, sutqalıq küləklərdə brizlər sutqa ərzində istiqamətini necə dəyişir? Göl dənizdən quruya doğru əsir, deyilmi? Sutqanın hansı hissəsində dənizdən quruya doğru əsir? Gündüz sudan, gecə isə qurudan əsir. Bəli. Bir dəfə dəyişdi. Mussonlar bəs yay və qış mussonları necə olur? Yay bəli, mövsümi küləklərdir. Yay mussonları hardan əsir? Burada quru. Okeanlarda quruya silməli. Okeanlardan quruya silməli. Okeandan quruya doğru əsir. Amma ən çox şərqi, cənub-şərqi Asiyada olur müəllim. Cənub-şərqi Cənub Asiyadan sadəcə olmalı. Doğrudur. Hansı musson yağıntı gətirir? Yay Nə mussonu. deməli? Yay muson. Yay mussonları. Doğru. Ona görə musson iqlimində biz deyirdik ki, musson iqlimində yağıntılar yay fəslinə düşür. Çünki musson küləkləri yayda yağıntı gətirirdi. Daimi təzyiq qurşaqlarının, daimi küləklərdən, passat küləkləri. Qeyri-bərabər qızmasına yaranır müəllim. Yer səthinin qeyri-bərabər qızmasına, müxtəlif təzyiq qurşaqlarının olmasından yaranır. İl ərzində istiqamətləri müəllim eyni istiqamətə sahibdir. Passatlar hardan hara əsir? Şeydən müəllim, Yüksək təzyiqin ekvatoraltı təzyiq hararetdir. Bəli, tropikdən ekvatora doğru əsən passatlardır. Qərb küləkləri hardan əsir? Tropikdən mülayimə doğru. Bəli, tropikdən mülayimə doğru əsir. şimal şərq küləkləri müəllim şeydə Qutbdan əsirlər, qutb küləkləri. Qütbdən mülayimə sillər. Qütbdən mülayimə sillər. əsir. Doğrudur, qütbdən mülayimə doğru əsir. Mənim cənub-şərqi də mənim qütbdən mülayimə sillər. Bəli, cənub-şərq ikisi də elə qütb küləkləridir. Sadəcə cənub yarımkürəsinin cənub-şərq, şimal yarımkürəsinin şimal-şərq küləkləri deyilir. Külək gülü ilə nəyi təyin edirik? Külək istiqamətin. Şəhərlərin istiqamətində mən şəhərlərin istiqamətində Hansı küləyin? Hakim küləkləri. şəhərlərin mənim siklonlar, antisiklonlar. Hakim küləyin istiqamətini müəyyən edirik. Bəli, müəllim. Şəlakət nədir? Şəlakət. Demədim. Şəlakət. Şəlakət nə demək? De görüm. Bu fəlakət hadisələr olur. Yəni ki, o- Fəlakət deyil ha, bu şəlakətdir. onda mən etdim. Onun tam əksidir bax. Fəlakətin tam əksidir. Külək əsməyən günlərdir. Amma o da şirkətdən hazırda demişdiniz bizə. Şəlakət külək əsməyən günlərə deyilir. Yəni o külək gülünün orta hissəsində rəqəm yazılır. Məsələn 5, 10 hər neçə yazılırsa o şəlakəti göstərir. Yəni külək əsməyən günləri göstərir sizə. Küləyin gücünü hansı cihazla ölçürlər? Popo. Yox, 12 balıqdır. Flüger deyil. Flüger, bəli, cihazı ilə ölçürlər. Bəs sürətini Anemometr. anometr cihazı ilə ölçürlər. Bəli, Beaufort şkaladır. O şkalanın 12 balıq 12 balıq şkaladır. Bəli. Gəldik siklonlara və antisiklonlara. Müəllim mən Necə bir- deyim. Bir əraziyə Fatimə de görüm siklon daxil olanda hava şəraiti necə olur? Müəllim soyuq olur da. Yox müəllim Soyuq. isti olur.
İsti, sonra Mərkəzdə alçaq atmosfer təzyiqi olur. Mərkəzdə Kənarda yüksək atmosfer atmosfer təzyiqi olması. mərkəzdə alçaq təzyiq olur, daha sonra Kənarda yüksək Müəllim, təzyiq olur. içəriyə doğru əsir də. bəli, küləklər kənardan daxilə doğru əsir. Daxil olduğu, 760 mm olur. daxil olduğu ərazilərdə hava şəraitinə necə təsir göstərir? Nə formalaşır? Alçaq təzyiq olması. Yağıntı artır, bəli, bulut formalaşır. külək əsir. Təzyiq və temperatur azalırdı burada. Plus və külək. Kəskin dəyişmə müşahidə olunur. Mən sizə indi siklonları çəkəcəm. Siz onun hansının şimal, hansının cənub yarımkürəsi olduğunu deyəsiniz. Oldu müəllim. İndi antisiklondur yoxsa siklon deyilik yoxsa? Səncə bu hansıdır? Şimaldır. Fərq. Antisiklondur yoxsa siklondur? Siklondur. Siklondur, bəli. Çünki oxlar daxilə doğru gəlib baxır. Siklonlarda ox daxilə doğru gəlib. İndi birinci çəkdiyim siklon şimal yarımkürəsidir yoxsa cənub? Cənubdur. Şimal. Şimaldır. Cənubda müəllim. Birinci cənub, ikinci şimal. Bəli, cənubdur. Çünki saat əqrəb istiqamətindədir. İkinci Hə. çəkdiyim isə Şimalda. Antisikon ikincidir mi? ikinci də siklon. Hər ikisi də siklondur. Müəllim, saat əqrəb istiqaməti şimaldadır, saat əqrəbin əksindən cənubdadır. Bəli. Saat əqrəb istiqamətində olanda cənub, saat əqrəbin əksinə olanda şimal yarımkürəsində olur. Bunlar siklonlardır, ox daxilə doğru gəlir. Bunun tam əksi isə antisiklon adlanır. Antisiklonlar əraziyə daxil olanda hava şəraiti necə olur? Mərkəzdə yüksək atmosfer təzyiqi olur. Kənarlarda isə alçaq. Mərkəzdə Kənarı yönləndirir. Mərkəzdə yüksək təzyiq, bəli, kənarlarda alçaq bəli, təzyiq. daxildə kənara doğru əsir müəllim küləklər. Daxildən kənara doğru əsir. Bir də hava şəraiti aydın. Yağıntı olur burada. Yağıntı olmayan Müəllim, hava hava isti olur. Bəli. İndi antisiklonlara baxaq. Siz hansı yarımkürədən aid olduğunu deyin. Müəllim, burada da saat əqrəb istiqamətindədirsə, burada da şimaldır, saat əqrəb əksinədirsə cənubdur. Hə. Birinci antisiklonumuz hansı yarımkürəyə aiddir? Birinci şimal. Mən şimala aiddir də müəllim. Şimala. İkinci bəs? Cənuba. Cənuba. Düz dediniz. Bəli. Əməksi olmalıdır. Əməksi olmalıdır. Çünki antisiklonlar şimal yarımkürəsində saat əqrəbi istiqamətində hərəkət edir. Siklonun tam əksinə. Saat əqrəb istiqamətində olan ikincidir. Bu şimaldadır. Saat əqrəbin əksinə hərəkət edirsə, bu da cənubdadır. Yəni siklonun tam əksidir də antisiklon. Bəzi ərazilərdə güclü tropik siklonlar var ki, əsdiyi ərazinin adı ilə bağlıdır. Tornado harda əsirdi? ABŞ-da. ABŞ-da müəllim. Tayfun. Bəli, tayfun. Tayfun harda əsirdi? Tayfun Necə? Afrikada idi. Asiya. Cənub-Şərqi Asiyada, bəli, əsən küləkləridir. Baguya. Baguya. Filippində, Vili-Vili. Avstraliyada. Şimal-qərbi Avstraliyada. Bəli, Həmin Vili-Vilidə. Avstraliyada idi. Bəzi ərazilər üçün yerli küləklər səciyyəvidir. Mistral hardadır? Mistral. Fransa. Fransada, düzdür. Sirikko. Salam Leyla. Sirikko harda əsirdi? İtaliya müəllim. İtaliyada. Bora. Doğru. Qaradənizdir. Sarma. Qaradəniz deyil müəllim bu oranı. Bəs sarma hardadır? Sarma da Baykal gölü tərəflərdə. Baykal gölü ətrafındadır. Yaxşı. Siklonları, antisiklonları dedik, küləkləri dedik. Nə qaldı? Hə, rütubətliyi də baxaq, havanın rütubətliyinə.
Havada dedik qazlarla yanaşı su buxarı da vardı və su buxarının asılı olaraq havada rütubət formalaşır. Rütubətin hansı növləri var idi? Maye, qaz. Yox, o suyun növləridir. Rütubətin iki növü var idi. Mütləq, Nisbi. Nisbi rütubət müəllim mütləq rütubət. Mütləq rütubət dəniz səviyyəsinə ölçülürdü. o mütləq hündürlükdür. Mütləq rütubət, yəni 1 metrin kubundaydı havanın daxilində. Havanın qramla, bax qramla ifadəsidir. Mütləq rütubət havada olan su buxarının qramla ifadəsidir. Nisbi rütubət isə mütləq rütubətin Doyum həddinə olan faizlə ifadə. bəli, faizlə ifadəsidir. Mütləq rütubətin faizlə olan ifadəsidir. Əgər temperatur artırdırsa, mütləq rütubət necə dəyişir? Az. Artırda müəllim. Temperaturla mütləq rütubət düz mütənasibdir, artır. Həmçinin də havanın saxlama qabiliyyəti də çoxalır. Temperatur artdıqca nisbi rütubət Azalır müəllim. Azalır. Tərs mütənasiblər. tərs mütənasibdir, doğrudur. Əgər nisbi rütubət 3 dənə rəqəmliyik, 70, 40, bir də olsun 50. Nisbi rütubətdə belə olan havanın hansında yağış yağma ehtimalı daha çoxdur? 70'də mənim. Çünki doymuş hava daha yaxındır. Doymaya nə qədər yaxındırsa, onun da yağıntı vermə ehtimalı bir o qədər çoxdur. 10 dərəcə temperaturda maksimum nə qədər su buxarı verirlər? 9, 9. 20 dərəcədə 17, 17, 30 dərəcədə 30. 30. maksimum 30 dərəcədə 30 qram su buxarı ola bilər. Doğrudur. Yaxşı. Məsələn, 10 dərəcə temperaturda 5 qram su buxarı var. Nisbi rütubət nə qədər olar? Hə, uşaqlar. Nisbi rütubət nə qədər olar? Mən onda 5.100-ə 10 dərəcə temperaturda 5 qram su buxarı var. Normalda 10 dərəcə temperaturda nə qədər su buxarı olurdu? 100. 9 qram 100%'dir. Amma bizdə nə qədər qeyd var? 5. 0 %'dir. Buradan x'i tapsaq 4,5 buradan da bəli, əgər tapsaq ki, x neçə deyər, 500-ü 9'a bölsək təqribən 500'ü 9'a bölsən təqribən 4'dən mi ya? 4'dən mi düşməz axı? Çox düşər. 45 tane düşürüyorsun. 55,5 düşünür ki. Bana 55 tam 55 onda 55,5 müəllim. bəli, 55 onda 6% nisbi rütubət var. Bəs havanın doyması üçün nə qədər su buxarı çatışmır? 45. 45 mənim 45 mən. 5. 5 yox mənim 45. 55 yox çapın deyil. Bu nisbi rütubətdir. Bəs havanın doyması üçün neçə qram su buxarı çatışmır? 4 gram. 55. 55 qram. 54 4 qram. 4 qram su buxarı çatışmır. Çünki doyma üçün 9 qram lazımdır. Bizdə 5 qram verib. 4 qram çatmır da doymaq üçün. Fərq, sən nisbi rütubətini hesablayırsan. Yəni, məsələn, 45, təqribən 45% nisbi rütubət lazımdır ki, doysun. Yaxşı, yerə ən yaxın bulut hansıdır? Tapanca. Laylı. Laylı bulutlar. Yerə ən yaxın olan bulut laylı bulutdur. Topa bulutlardan nə yağır? Yağış. Leysan və Leysan və yağış müəllim. dolu. Leysan və dolu. Lələkvari buludlar yağıntı verir? Xeyr. Vermir, bəli. Bəs lələkvari buludlardan bəzən hansı yağıntı növü gələ bilər? Müəllimə. Lələklərdən adətən yağıntı olmur, bəzən də qar yağar. Bəli, adətən yağıntı olmur, amma bəzən lələkvari buludlardan qış aylarında qar formalaşa bilər. Çünki lələkvari buludlar ən hündürdə formalaşan buludlardır.
Yaxşı. İqlimə qədər baxdıq. Gəlin indi bu məsələlərə baxaq. Burada deməli mən bunu çıxaram buradan. Buradan toplumu açaq indi. Ama Necə? özüm özümü Hə. Buradan dim toplu səhv edəcəyiz. Səhifə neçədə idi? Sizin də kitablarınız varsa kitabınızı yanınıza gətirin. Deməli, Müəllim, kitabda- rəqəm 1-dən başlayır, yoxsa 200 neçə? Yox, orada məsələlər var, axırda açıq suallar. Onlara baxaq, çətin məsələlərə baxaq. Onda müəllim, səhifə 170 tərəflərə gəlir. Yani tek 170 Məndə falan. toplayın PDF var. Necə? Toplayın PDF var. İndi ekranda paylaşacağım sualları. Səhifə açılsın. Səhifə deməli 170 tərəf gələn müəllim, açıq olaraq oradan başlayır. 170 tərəflərə gələk. Oradan arxalanmaq istəyirəm. Səhifə 170-də. Bəli, səhifə 170 dediniz. Gələk səhifə 170-ə. Altmış tabaq atalım. Səhifə 170 oldu. Səhifə 170-də. Baxaq elə 252-ci sualdan baxaq. Siz bir oxuyun sualı, bir dəqiqə vaxt verirəm, sualı oxuyun. Könüllü həll eləmək istəyən varsa buyursun. Ben değil mi? Yok. Buyurun. Hə. Buyurun. Ben burada əvvəldə biz 9'un 100'e götürürük. X'ini 60'a. Yani sonra yazılan biz x'in beraber 60 vurup 9'a. X burada eləyir 5/4. Sonra burada ben çatışmayan değerlikdə çıxırdıq. 9'un 5/4'ü eləyir 3/6'da. Bəli. 10 dərəcə temperaturda nisbi rütubətimiz 60%-dir. Bəli. Havanın doyması üçün çatışmayan su buxarını soruşur. Və mətərzidə deyir ki, 10 dərəcə temperaturda 1 kub metr havanın doyması üçün 9 qram su lazımdır. 9 qram lazımdırsa, bu deməli 100% deməkdir, nisbi rütubət olaraq. Amma 60%-dir. Yəni, neçə qram olduğunu bilmirik, sadəcə faizini bilirik. İkisi də 60% götürür. Buradan ikisi tapan deyir 5/6. 5/4. Bəli. 5/6 qram su buxarı var. Amma çatışmayanı soruşur doymaq üçün. Ona görə 9-dan çıxırıq 5/6. Afərin var. 253-cü sual da bunun kimidir, eyni qaydada. 254-də baxaq, temperaturla bağlı olan məsələdir. Bunu həll eləmək istəyən könüllü var. Sənə müəllim. 354-dür. bu belə olacaq. 6 qarşısında mənfi Havanın temperaturunu deyir müəyyən edin okean səviyyəsində. İlk növbədə dağımızı çəkirik. Yəni burada çəkeyim. Dağın Məncə hündürlüyü -300. Mən sizi biləm hansı yolla gedirsiniz. 6000-ə -20 götürəsiniz, hesablayasınız. Oradan yox, elə deyil. Dağın hündürlüyü nə qədərdir? 6000. 6000. 6000 metrdir dağımızın hündürlüyü. Və 6000 metrdə temperatur nə qədərdir? Ay, -20. 20 dərəcə. Biz Mən temperatur yazdım. hündürlüyə doğru dəyişməsini necə bilirik? Hər 100 metrdə, Hər yılda 1 metr. -6. hər 100 metrdə 0,6 dərəcə dəyişir.
Bizdən də Bəli. deyək, dağın ətəyində okean səviyyəsi. Okean səviyyəsini bilirik də, dağın 0 metr. Bəli, yəni bu 0 metrdən 6000 metr arasında birinci temperatur fərqini tapmalıyıq. 0-dan 6000 metrə qədər elə 6000 metr edir. 6000 metrə də x götürək. 100-ə 0.6, 6000-ə də x. Buradan x-i tapsanız neçə eləyəcək? 36 eləyir də. 36 Aha. eləmək. 6000-i 36. 36 dərəcə. Deməli, dağın ətəyi ilə zirvəsi arasında temperatur fərqi 36 dərəcədir. Biz zirvəni bilirik, -20-dir. Ətəyi tapmaq istəyirsə, 36'dan 20 çıxasıya. yox, hər zaman ətəkdə temperatur zirvədən çox olmalıdır. -20-nin üstə gələcək 36-sı. O deyir, Adam 16 eləməyəcək. 16. 16. Çatdım biraz. Evet. 36-dan 20 çıxırıq deyəndə düz gəlmir də. Çünki sən belə çıxır ki, ətəkdəki temperaturu tapanda çıxırsan. Yox. Ətəkdəki temperaturu tapanda hər zaman zirvədəki temperaturun üzərinə gəlməlisən. -20-nin üstə gəlməlisən 36. Yaxşı. 255-ci suala baxaq. 255. Burada təzyiqi soruşur. Baxın, zirvədə təzyiq nə qədərdir? 680 milyon. Yəni mən çıxacaq yoxsa Ətəkdə isə 740. Birinci təzyiq fərqini tapırıq. Bəli, təzyiq fərqi nə qədərdir? mən 10 millimetrdə 60. 680, 60. 740. 60 değil məndə. 60 millimetr təzyiq fərqi var. Bu da neçə metr deməkdir? 60. 60 millimetr təzyiq neçə metr demək? 6000. 600 metr demək. Çünki ona 1 götürürük, x-ə də 60 götürsək, oradan x-i tapanda 600 edir. Mən hər zaman demişəm ki, təzyiqi metrə çevirirsinizsə, ona vurun. Metri təzyiqə çevirəndə ona bölün. Eyni nisbətə gəlib çıxır. Yəni, təzyiqi tapdığınız metr soruşursa, yanına bir sıfırdır da artırın eləyəcək 600. Yaxud da hündürlüyü tapmışsınız, məsələn 600 metr, təzyiq fərqindəsə sıfırın birini silin, eləcək 60. Sonra burada gəlirik 256-cı suala. Uzun. 56. Horizontal görəndə hamının gözü qorxur. Dağdır bu, yoxsa Hərəkət çökəklik? qaydası 750-dən Çökəklikdir bu. Dağ deməli. Dağdır. Eyni Dağdır qaydada mənim çünki şeydə artırdım. Harda təklif etdiydi? Mənim 750'dən 680 çıxacaq. Mən sonra böyle 2'dən əlim. neçə eləyir? 70 eləyir çıxanda. Aha, təzyiq 72 fərqi. məndə 35. 70'də ona vuracaq da. 2-yə böləcək. 700 mənim cavab 700. 2'ye bölüyor. 2-yə böləndə niyə 2-yə bölür ki? Arası şu xətlər. Aradakı xətlərə bölmürük mənim. Kəsmə hissəsini istəyir bizdən. Yox, mən bizdən hündürlük istəyirəm. Mən ona görə ona vuracaq. Bəli. Özdə sən təzyiqi necə 2-yə bölə bilərsən? Hündürlük olsaydı deyərdim nəysə. Təzyiq verir. Təzyiqə görə tapırıq, nisbi hündürlüyü istəyir bizdən. Sadəcə aradakı fərqi tapıb ona vuracağıq. 70 ilə ona vuruq 700 metr. 700 Eyni mənim. 255-ci sualdakı kimidir. 255-də. Eyni qaydadır. 257-ci sual. Kim hesablayar? $257. Yox, cəsarətli bitirək. Neçə dənə buna bənzər suala baxdıq bayaq. Tamam. Mən 750-dən 80 çıxacağam. 750-dən 80. Mən 20 dərəcədirsə bu 17 qram deyir də. Aha. 80'də x götürəcək, yoxsa? Bəli, 17 qramı 100% götürürük, ikisi də 80%. 17 qram 100%, çünki doyma 17-dir.
Amma 80%. Neçə qram olduğunu bilmirik. İkisi də 80. 80-i vurub 17-yə 100-ə bölsəniz düşəcək. Neçə eləyirdi? 56. 13,5. 13,6 eləyir də. 13,6. 13,6 qram su buxarı var. Amma sizdən çatışmayanı soruşur. Çatışmayan nə qədər olacaq? Burada 17 fransızdır. Bəli, 17-dən də 13,6-sını çıxacaq. O da eləyəcək 4. 4 qram su buxarı çatışmır doymaq üçün. 258. Müəllim, burada cavab 4-dür. 258-də cavabını bilmirəm. Həlli yolunu demək istəyirsənsə baxaq. Müəllim, əgər deyir ki, 100 horizontallar arasında eləyirəm 100 metrdir. Aha. Müəllim, horizontallar arasında 100 metr varsa, biz artıq belə, yəni dağ olduğu üçün aşağı, yəni şey olur, 400 olacaq mənim hamımız Olacaq. Bəli, artıq. Sonra 400 də ona böləcəyik müəllimə, cavab 400. 4. Bax, nə qədər düz gəlirsən, orada niyə ona bölürsünüz? Axı temperatur fərqinə görə hesablamalıyıq. Hər 100 metrə 0,6. 0,6 x-ə də 400 metrə də x. Onda 100'e bölüp 0,6'ya vuracaq. O da edəcək 4. 4 vuranda 2,4. 2,4. A-da aşağıda 10 dərəcədirsə, B-ni tapanda 10-dan çıxacağıq. 2,4-ün temperatur. 400 orana düşür. 1,6. 400'ü Nuray hardan aldıq? Aynen bir arasında hündürlüyü birinci tapmalıyıq. Horizontallar 100 metrdən bir keçirsə, arada neçə dənə boşluq var? 1, 2, 3. Yox, 3 oldu. Müəllim, 3 oldu, 4 də sayıq. Onda 300 eləyəcək, 300 metr. 300'den de hesaplayanda 8. 1,8. Ondan da 1,8 çıkanda 8,2. Bəli, 8,2. 300 metrdir. Başa düşdün 300'ün hardan gəldiyini. Aradakı boşluğun sayına vuruq hündürlüyü tapmaq üçün. Bax, Fatih, temperatura qədər düz gəlirsən, temperaturu tapanda artıq orada nisbəti öz-özdən qurursunuz. Bu 100'ə 0,6'nı götürməyi unutmayın. 100'ə 0,6'nı. yəni biraz yazılmaq çıxırsa söyləyin. Bu izdir. Burada diqqətli olmalı. Özü qəbula düşən suallardan da bunlar belə suallar mütləq ki düşür hesablamalarda. Temperaturla, təzyiqlə bağlı mütləq sual düşür. Yəni keçən ilki imtahanımızın istədiyi yazmışdım. 259-cu sual. Baxın görək Ben suala. 0'a 27 derece götüreceğim. Çünkü o ikisi arasında değil. Yenə deyir 0,27 dərəcə götürəcəyik. Mən nə vaxt demişəm 0,27 dərəcə götürəcəyik. 760 milimetre götüreceğim. Özə bu sual fərqlidir. Bu sualı bir oxu. Məsələni bir oxu görsətmək nə istəyir? qar xəttinin Mən qar xəttinin hündürlüyü deyirsə, hər 1000 metrdə 0,6 dərəcə edirəm. Yüzdə 0,6 dərəcə. 1000 metr dərəcə bərabər olacaq x-a. 1000 metr də vuracaq 0,6-ya böləcək. Qar xəttinin keçdiyi hündürlük. Qar xəttinin keçdiyi hündürlük yadınıza saxlayın ki, orada temperatur 0 dərəcə olmalıdır. 0 dərəcə. Dağın ətəyində, okean səviyyəsində temperatur nə qədərdir? 27 dərəcə. Ver baxalım. Müsbət 27. Ha, elə bir şey. Bizdə qar xəttinin keçdiyi hündürlüyü soruşur. Hündürlüyü bilmirik, amma oradakı temperaturu bilirik. Nə qədərdir? 0 dərəcə. Müsbət 27 derece. Müsbət 27 dərəcədə qar xətti olar, Fərid heç. Abisini dedim hemen karşına. 0 dərəcə. Temperatur 0 dərəcədir ki, qar var da orada. Birincisi, temperaturu dəyişimi necədir? Hər 100'ə 0,6. 6. 0,6. Ay sağ ol. Burada
Qar xəttinin keçdiyi temperaturu, bir də okean səviyyəsindəki temperaturu bilirik, amma aralardakı hündürlüyü bilmirik. Hündürlüyü tapmaq üçün hündürlük neçə metr? X metr, çünki bilmirik. Müəllim, mən də belə demişdim. Temperatur nə qədərdir? 27 dərəcə. 27. İndi buradan 27 100-ə böləcək. 27-ni 100-ə vuraq. 0-da 6-ya böləsiniz. O eləyəcək 4500. Deməli, qar xətti 4500 metrdən keçir. 4500. Müəllim, mən də belə deyəcəm, fikrimi tam ifadə edə bilmədim. Sən birbaşa deyirsən ki, müəllim, 0-a 27 dərəcə götürür. 0-a 27 dərəcə Amma götürür. mən 27 demədim. Mən dedim ki, 100-ə 0,6 keçirdi. X-ə Hə, 100-ə 0 dedin. dedim müəllim. Yəni, o 0-ı artıq qoydunsa, ora hesablama aparmaq olmayacaq axı. Elədir müəllim. $260'ı deyin görə indi. Nə qədər sual işlədik belə? 260'ı deyin görə. Təzyiq qeyd. Ona bir gözlük. Baxın, bir daha sual verim. A ilə B arasındakı atmosfer təzyiqi 300 metr, təzyiq fərqi 300 metrdirsə, 300 millimetrdirsə, bu neçə metr deməkdir? 3000. 3000. Deməli, A ilə B arası 3000 metrdir də. Səndən Mən biz kəsmə bunların arasında kəsmə xətti böləcək üstünə. Bəli, kəsmə sayıları böləsən üçün Xətt olduğuna görə də 5 dənə, 5-i böləcək 3000-ə. 1, 2, 600, 5 dənədir, bəli. 600 verir mənə. 600 müəllim, 600 deyir. 600. Doğrudur. 261'i də temperatur kimi hesablayın. 100.06 olacaq indi bu. 18.0. 0.6, aferin. X'e də 18. Buradan X'e tapsaq neçə eləyəcək? 18'i vuracaq 100'ə, böləcək tamamda 6'ya verəcək 3000. Bu da eləyir 3000. 3000. Kəsmə yüksəkliyi soruşur yenə. Aradakı boşluğa, Mən böləcəkdim müəllim. bəli, 1, 2, 3, 5 4, dənədir mən deyirsən. 5 dənə boşluq var. 5'e 600. 600. Bəli. Bunların həllərini yazırsınız. Tamam. Həlli yolu. İndi mən 2000 terim 118 yazaq da. Qar xətti də deyir 0. Bax, ay sağ ol. Ekvatorda yerləşən dağın ətəyində 2000 metr hündürlükdə, 2000 metrdə temperatur 18 dərəcədir. Bəli. Qar xəttinin yerləşdiyi yüksəklik. Qar xəttində temperatur dedik neçə dərəcə olur? 0 dərəcə müəllim. Hündürlüyü verdik artıq. Buradan hündürlüyə biz bir x qoyuruq. Bilmirik. Temperaturun aid tənasübü quraq. Hər 100-ə 6 dərəcə dəyişirsə, bəli. Burada temperatur fərqi nə qədərdir? 18. 18. Neçə metr olduğunu amma bilmirik. X-ə də 18. Daha doğrusu bunu y eləyək, dəyişməsin. Y-ə də 18. Buradan y-i tapsaq, y eləyəcək 600 eləməz. 3000. 3000 Hə, eləyək. 3000. 3000. İndi baxın, əgər ətək 2000 metrdirsə və X-dən də 2000 çıxanda 3000 metr eləyirsə, yəni bu hündürlük Mən üstünə gələcəyim müəllim, 100-ə getdiyimdə görə. 2000 üstə 3000 gələcək, eləyəcək 5000. 5000. 5000. Həqiqətən də uşaqlar, ekvatorda qar xətti 5000 metr hündürlükdən keçir. Nəyə topladı? Necə? Ben 3000 sene geldi. 2000'i. Ətəyin hündürlüyünü. Zirvəyə doğru geçit hündürlüyü artır axı. 2000'in üstə gəldi 3000'e. Mənim indi Mən başa düşdüm. 163 var ya. Hə, 260. 20'ni 17 götürəcək, yoxsa 100. Mən biraz silin baxaq doram, görsən. Temperaturdan işin yoxdur sənin. Temperaturu qoy kənara. 20'ni heç 17'ni qramı götür. Su buxarını 100 götürərsən. Ha, 17'ni 100 götürək. İkisi də 20 götürək, indi yoxsa.
Məlumat bax, kimdə deyirsə, hər 100 dərəcədə 0,5 dərəcə dəyişirsə, burada su buxarından söhbət gedir. Deyir ki, temperatur müsbət 20 dərəcə olan 1 kubmetr havada nisbi rütubətlik 57%-dən 27%-ə düşür. Yəni neçə faiz azalıb? mən 260 30%. Bəli, 30% azalıb nisbi rütubət. X30 götürəcəyəm mən. Bəli. 17-ni 100, ikisi də 30. İkisi 30, 100'e de 17. 50-20-27. Tamam. Buradan tapsanız o deleyecek. Mən bilməsəm mütləq hesabla düşür. Temperatur buxarlanma ilə bağlı düşür, bəli, düşür. Bir tane ilə bağlı düşür. Bu deliyir təqribən 35,1. 5,1 qram su buxarı deməli mütləq rütubəti dəyişir. İndi 17-nə çıxaracaq o 5 tamamda biri, yoxsa? Yox, çatışmayanı soruşmuram, sadəcə dəyişən miqdarı soruşur. Hə. %64'e baxın görək. Kəsmə yüksəkliyi istəyir. Məlumat ilə deyirsə, 100 dərəcədə 0,6 dərəcədir. Aha, hər 100'ə 0,6 16-ın üstünə mənim 8 gəldi, yoxsa necə? çıxacaq. Temperatur. Hə, 16'da 8 çıxanda toplayırsan da. Bəli. O deliyəcək. 20, 24. x eləyir buradan. 24. İlk o 4. Kəsmə yüksəkliyi istəyir. 4 mənim bunlar artıq yüksəkliklərini böləcək də. 1, 2, 5'ə böləcək. yoxsa 5. 4 dənədir mən. 4'dür. 4'ə böləcək. 1000 eləyir. O deyir 1000. Hə, 4 dənədir. 4 dənə. 4. Çünki burada baxın, B o dəniz səviyyəsindədir. 1, 2, 3, bu da 4. 4 dənə. Mən bir şey qarışdırdım. Xətləri saydım, yoxsa içindəki saydım. Boşluqları saydım, xətləri saydım. Boşluğu da 1, 2, Mən 2, xətləri 4. Xətləri sayanda çox çıxır. Xətləri sayanda çox çıxır. Həmişə aradakı boşluğu say. Cavaba çıxdıq birbaşa. Neçədir bu 67? Bir səhifə. Biraz da qaba gidin. Burada baxırdıq 65-ci suala. Bəli. Buyurun, söz sizindir. Bir dəqiqə müəllim. Deyə bilərəm. De görüm Leyla. Mən burada deyəcək hər kəsmə yüksəkliyi 50 metrdir. Burada da 1, 2, 3, 4 dənə ara kəsmə var. Birinci 5 4'ə 50'yə böləcək müəllim. millimetrə. 50'ni vurursan 4'ə, aha. 4'ə 50 vurub müəllim. O da eləyəcək 200. Sonradan da 100 yoxsa 200. 200 eləyir müəllim. deyir mən. Burada deyir ki, atmosfer təzyiqi 720 millimetr şeydir, və sütundur. 720-dən də çıxacaq. Müəllim biz bilirik ki, vəsitini 10 millimetrdən bir dəyişir də, bir dərəcə. Onda bu da bərabər olacaq. Leyla, 100 bırak. O da bərabər olacaq. 200x. Bu da 200 eləyəcək. müəllim. 200. Sonra müəllim 720-dən həmin aldığımız cavabı çıxacaq da müəllim. 200-dən də çıxacaq. Yəni 720-dən çıxacaq 20 da eləyəcək 700. Çıxmayacaq. 700-ün üstə gələcək. Niyə? Axı aşağıdadır. Aşağıda təzyiq yuxarıya nəzərən çox olur. Bəli.
eləyir Dağ 740. Leyla düz gəldin, bir dənə o 200-ü təzyiqə çevirmədin. Mən əvvəl heç bunu da eləmirdim. Heç sonra biraz indi öyrəşdim. Başına öyrənmirsən, qalıb axırını. Onu da öyrənəcəm inşallah. 66 bunu bilməm. Fatimə, niyə çıxmadıq? Axı bu dağdır. Bir də Mən zirvədə. bekşiklik, mən bir şey vermədim bekşiklərə. Onda Şey, 266-dan 750 diza var. Orada 266 Ben tane. o birisində də deyək, yoxsa. mən deyim Yəni, o onu. birisində də mən bekşikliklərə xaricdə o çəkilibsə dağda müəllim orada üstünə gələcək. Yəni 25 metrdirsə, kəsmə yüksəliyini hesablayırıq birinci. 1, 2, 3, 4. 25-i vuracaq 4-ə, eləyəcək 100. Müəllim 10 çıxar millimetrdə oradan bir da. dərs olduğuna görə 10 100 düşür orada da 740'ın da üstüne 10 10 geldi. orada da sonradan 740 100 də böləcək ona. da 10 gələcək. O da 750. yəni, düz dediniz, hamı düz Ha, mənim dediniz. 750. 750. Bu tipli məsələlər olanda hündürlüyü tapdınız, sonra təzyiqin tərazisini qurmağı, sonra baxırsınız zirvədə, A verdiyi məntəqə zirvədədimi, ətəkdədirmi? Onu əsasən toplayıb çıxırsınız. Düz gəlirsiniz, amma yarıda mütləq nəsə bir şey gözdən qaçırırsınız. Diqqətli işləmək lazımdır. Gör, neçə mərhələli oldu. Birinci kəsmə yüksəkliyə görə hündürlüyü tapdınız. Sonra təzyiq, sonra da məntəqənin Düsturat yanına sonra rahat yazırsan. 3 dənə mərhələdən keçdiniz. Yəni ki, çətin bir riyaziyyat məsələsi həll edirsiniz. 3 mərhələdən keçir artıq. Yaxşı. Ya mən coğrafiyanın məsələləri asandır. Riyaziyyat çətindir. Məncə həcc çətindir. Həccin çətin nöqtələri var. Gətirib yarım qoyursunuz. Mən düzündə düstura yadımdan çıxmışdı. Əməli hesablaya bilmədim. İndi yadıma düşdü. Yaxşı, onda 67. Qəribə sualdır. Sualı oxuyun. Dəqiq mən deyəcəm. Benim birinci 16 tane için Müəllim, toplayacağıq mən da. deyə bilərəm. Müəllim, B və E məntəqələr arasındakı kəsmə yüksəkliyi tapırıq. Sonra 5,4-ü vururuq. Mən biz 67 deyil. 67-yə baxırıq. Müəllim, birinci B və E məntəqələr arasındakı kəsmə yüksəliyini tapdıqdan sonra 5,4-ü vuracaq, ona vuracaq da, yoxsa necə? Müəllim, mən 100.06 götdüm, X'i də 18 götdüm. 267-ci suala baxırıq. Həmən başqa sual baxda müəllim. Bu suala baxırsınız. Mən də başqa suala baxırdım mən. 267. Müəllim, 100.06 götdüm. Aha. Yəni dağın ətəyi deyirsən. 16 yana da 2'ni topladım 18 elde. X'de 18 götdüm. Sizdən Mən 18. deyə bilərəm. Sonra Fərid. Sonra ben 18'i vururuq 100'e böyle 0.16 eder. Neçə eləyir? O da indi hesaplamaq var. Bilmiyorum. Mən birinci Yəni- 0,2 dərəcənin 16 dərəcəni toplayırıq. Sonra da atmosfer təzyiqi hər 10 millimetrdə bir dərəcə dəyişirsə, Ha. o da olacaq 18 də bərabərdir 1-ə. Mən də dedim siz yazın da, bir dəqiqə hesablayın. Tanış oldu. Hər 100-ə 0.6, X 18 götürür. Ətəklə zirvə arasındakı hündürlük 3000 metrdir. Bu neçə təzyiq deməkdir? O da 3000 O 3000 ona böldüm. 300. Mən 300 təzyiq 3000 ona deməkdir. böləndə 300 eləyirəm. Ətəklə zirvə arasındakı təzyiq fərqi 300-dür. Sizdə məsələnin şərtinin əvvəlində deyir ki, okeanın sahilində yerləşirsə, deməli ətəkdə təzyiq nə qədərdir? 16 dərəcə. 760. 760'dan da 300 çıxardıyıq. 760-dan da 300 çıxırıq. Yəni o niyə deyir çıxdı? 460. 460. Müəllimə niyə Yo, ben çıxdı? tapdım bence, tuttum damarını. Fatimə, niyə çıxırıq? Çünki deyir, ətəyi okean səviyyəsində yerləşir. Okean səviyyəsində biz təzyiqi bilirik ki, 760-dır. Zirvədə soruşur nə qədərdir? Zirvədə tapanda çıxırıq da. Çünki hündürlüyə doğru azalır. 760-dan 300-ün çıxırıq. Amma ətəyi tapanda müəllim 760 çıxmırıq da, yəni nədir sual? Yəni tapanda xeyr, ətəyimiz onsuz da 760-dır. Çünki burada deyir okean sahili. Okean sahilində də təzyiq 760-dır. Bunu öyrənmişik. Normal təzyiqdir də orada. Qəbul.
268. Müəllim, mən deyim Deyil 268. də, hər 100-ə 0,6 olduğuna görə x-a da 13 olur da, 13 dərəcə. Sonra da nələ hesablayırıq? 13 yox. Müəllim, biz 28-dən bilirik. 13 çıxartıyor orada. 28-dən 10 çıxacaq, o da eləyəcək 15. X-ə də 15 dərəcə. Oradan x-i tapırsınız. Neçə eləyir? O da eləyir, dəqiqə 1500 böləndə 6-ya bölünür. 1500. 2500. 2500 də böldük 10-a edir 250. 800-dən də 250 çıxacağıq. Yox, ona niyə bölürsən? Təzyiq demir ki, burada sən təzyiqi qatdın bunun gözündən, Fərid. Hə, onda qatmaq elə 2500. 800 metrdə səndə zirvənin hündürlüyünü soruşur. 800-ün 2500 üstə 800 gələcək orada. Müəllim, hündürlük soruşursa üstünə gələcək də. O deyiləcək 3300. Müəllim ara getdi. Mən səsiz gəlmir, elə deyil. Müəllimə səsiniz gəlmiş. səsi. Bəli, müəllim gəldi. Gəlir. Güzeldir. Yaxşı, sual, ara yerdə iddiaya paylaşım PDF. Deməli, orada 2500-ün də üstünə gəldi. 800-lü 3300 gəldi orada. Bəli, 3300. Mən bir dənə 270-ə baxaq da. Hə, baxırıq, bir dənə açılsın. Fərid. 269 olaydı. 269 bunun kimidir? Eyni qaydada hesablayırıq. Ona görə 269-a baxmayaq. 270-ə baxaq. 900 götürəcəyik də orada, hə? Ona da bir, yoxsa? Sualı bir oxuyur. Sualı oxuyur. Onu bir götüreyim ben. Məndən. Ben 10 derece dedik 9 gram verirdi bize. 9 qram su buxarı var. $900 götürəkdin də orada, hə mənim? Yine çox getdim. Neydi? Səhifələr. Tamam. 175. 171-ci səhifə. 270-ci sual. Müəllim, neçənci sual idi? 270-ci sual. 10 dərəcə temperaturda havanın nisbi rütubəti 1 40%. dərəcədirsə, müəllim. 900 de götürsem. 8, müəllim 814-ü vuracaq ona, birinci. Yo, onu Yox, Mənim 270-ə baxırıq. 900 də onu da birə götürəcəyik orada. 10 dərəcə temperaturda havanın nisbi rütubəti 40%-dir. Mütləq rütubəti tapın görək nə qədərdir? Mütləq rütubətdə 60% deyərin ki. Əgər ki 10 dərəcə 100 temperaturda dərəcədə 6 dərəcə deyildi. yox, 10 dərəcədə 9 qram su buxarı lazımdır. 9-u 100%. Mütləq rütubəti bilmirik. X-i də 40% götürür. Buradan X Bəli. eləyir nə qədər? 360, 336. 36, 16 eləyir. 3,6. 16. Deməli, 1 kub metr havada 3,6 qram su buxarı var. 10 dərəcə temperatur. Və deyir ki, sonra geri qayıdın.
Bu hava şəraitində 4 kubmetr havanın dolması üçün çatışmayan su buxarı nədir? Əgər uşaqlar, Çatışmayan deyirsə çıxırıq da. 9 qramdan çıxacaq həmin cavabı. bizim tapdığımız 3/6 1 9 kubmetr. qramı çıxacaq müəllim ona. Bir dəqiqə Fatim. Bizim tapdığımız 3/6 1 kubmetr havada olan suyun miqdarıdır. Amma siz nə baxın, 4 kubmetrdə nə qədər olar? 4'e vuranda eləyəcək 2, 14,4. 14. 14 müəllim. 4. Deməli 4 kubmetrdə 14,4 qram su buxarı var. Və gəlir indi çatışmayanı soruşur. Çatışmayanı yenə 9-u 4 dəfə qaldırıb 14,4'ü çıxmalıyıq. 36, 36'dan da çıxırıq 4,14. Necə? 36 niyə elədik ki? Çünki Nuray, bu 9 qram 1 kubmetrdə olan havanın dolmasıdır bax, 1 kubmetrdə. Bizdən 4 kubmetri soruşur, 4. Ona Ha. görə 4 vahid artır. 21,6. Bu deyir 21,6. Yəni doyma üçün 21,6 qram su buxarı çatışmır. Tamam, 271 mən deyim. Yəni mən bir də silə bilərsiniz Yaxud oxuyun. belə də eləmək olar da. Baxın biz 3/6 tapmışdıq axı başda nisbi rütubəti. Daha doğrusu mütləq rütubəti. 3/6-dırsa doyması üçün 1 kubmetr havanın doyması üçün nə qədər çatışmır? 9-dan çıxardıq. Normal qaydada 3/6-dan. Müəllim mən bizdən dedim. Bu neçə eləyəcəkdi? 5 5,4 edir deyəsən. 5,4. Bu 1 kubmetr üçün olandı. Biz onu 4 kubmetr üçün olanı tapanda 5/4'ü vuracağıq 4'ə. Yenə 21,6 eləyir. Yəni 2 həll yolu da var. 2 yolla da eləmək olur. Bu daha rahat oldu mənim. Yəni bu daha rahat yoldur. Adi qaydada hesablayıb sonra onu 4 vahid qaldırmaq. Çünki şərtdə 4 kubmetr. Müəllim mən də benim sual yanılacaq. Üçün niyə 9-dan çıxmadı? Yaxşı. Müəllim onu 271 mən deyə bilərəm. De görə 271-ə yaxşı. Müəllim burada deyir ki, B və C horizontal arasındakı temperatur fərqi 8,4 dərəcədir. Müəllim biz burada nə edəcəyik? B və C arasındakı birinci kəsmə xəttini tapırıq. 2 dənədir. Biz müəllim 8,4'ü vuracaq ona. Neçə edir? Gəl mən hesablayım. 84. Ona vurmursan. Temperaturdur. 100-ə 0,6 x-ə 8 Bəli tamamda müəllim. hesabla. 100'e vurup sonra 0,6'ya bölü. Öyle eləyir 840, 840 da bölük. Müəllim 840 edir. 840 da bölü 2-yə müəllim. İkisinin arasını kəsmə xəttiyə deyəsən böldük. 0,6'ya bölü birinci. Hə 0,6 var mən görmədim. 0 görmədim. Eləyəcək 5, 400. buradan 1400 eləyir. həmin 400. Bəli, bəli. 400'ü bölürsən 2-yə və tapırsan ki, kəsmə yüksəkliyi 700 metr. 700 metrdir. Aynən D arasında təzyiq soruşur. Aynən D arası tapın neçə metr oldu? 6'dır. 1, 2, 1, 5. 5 dənə mənim kəsmək Buna istəyirəm. görə də 1, Mən 5 dənədir müəllim. 4, 5-də axı uşaqlar 6 da deyil. 5 değil. 5 Beş- müəllim. Neçə metr deməkdir? Müəllim 1400 belə bir söyləyib. 1400'ü yox. Kəsmə yüksəkliyi. 3500. 3500. Deməli, aynən D arası 3500 metrdir. Sizdən təzyiq fərqini istəyir. Mən də demişəm ki, təzyiq fərqini istəyəndə bu da neçə təzyiq deməkdir? 350. Ona Bəli. biləcəkdim. Mənim 350 edir. 350. 350 təzyiq deməkdir. $72 yazı 272'ni. 100'ün 0,6'ya 6,2'nin 4,7'nin çıxıb x-də bərabər kəs xətt çəkib Mən bir aşağı altdan düşürə bilərsiniz. 272. 4,7 Mən məsələ axır kimi baxırıq. Göstərdim.
72, 73-ə də baxaq. Yekunlaşdıraq. 72. Buyurun. Mənim 100-ün 0.6-ya, x-in də 1.5-ə. Mən Mən hansına 5 baxmışam? üzrədənəm. 272-yə baxırıq. Hə, tamam. Mən 0.6-dan çıxacaq birinci 4 yox. Mən üstünə gələcəkdə müəllim çünki Niyə üstünə gəlirik ki? Çıxacaq deyə. Mənim Burada 100-ün 0.6-ya, x-in də 1.5-ə. Onu da böləcək 3-ə də, o da edir 0.5. mən üstünə gəldim. Çünki bu eksikliklər xarici doğru çəkilib. Yox, biz üstünə bilmirik axı gələk. Sadəcə temperatur fərqinə görə hündürlüyü tapmalıyıq. Hər 100-ə 0.6 x. B birinci horizontaldır. Baxın, A da ikinci horizontaldır. İkinci horizontaldır. Əgər A-da 4.7, B 6.2-dirsə, aradakı temperatur 1.5. olacaq da. 10 tamamında 1.5, sonradan da 1.5-i vuracaq 100-ə. 150, 150-ni də böləcək 6-ya da O da 2500 eləyəcək. 156-ya bölürsən, o da eləyir 2500. Yəni ki, Mən bir də uşaqlar, təzyiq soruşur, 2500 təzyiq soruşur bizdən yoxsa? bir dəqiqə gözlə. A ilə B arası 2500 metr. Bir də nəzərdə saxlayın. A birinci horizontal, A ikinci horizontaldır, B birinci horizontaldır. Yəni bunları yan-yana qoysaq qonşu olarlar da. Olar. Bir o deməkdir ki, kəsmə yüksəkliyimiz də 2500 metrdir. İndi C-də təzyiqi soruşur. Birinci C-nin hündürlüyünü tapın. C. Həm kəsmək üçün Adam 2500 başqa belə də sayaq da mən, hə. Da görə səni tapacaq. 2504-də böləndə 4 dənə olmalı. 4 dənəsi müəllim. 2504-də böləcək. 3, 4, 5 dənə daxı. 5 dənə də hər birisini. 2500 5-ə. 2500 vuruq 5-ə. Vuracaq müəllim. O da 10.000. 5-ə. 10.000 yox. 12.500. Hə, 12500 müəllim. C-nin hündürlüyü 12500-dür. Bizdən C-də təzyiqi soruşur. Burada biz Mən nə isə səhv hesabladıq. C 12500 olmaz axı. Mən bir dəqiqə. Mənim 2500 ikisi isə 30 gəlir. Mənim o B-dən altda çıxatdı niyə sayırıq ki? bir dəqiqə altdan çıxa doğru getməli deyil. Hə, Məncə mən ən də aşağı fikir. olmalıdır müəllim. Hə, 4 dənə. Məncə aşağı olmalı deyil, ən aşağı. Yox, C yuxarıda da axı. Mən başım qaçdı. Mən bizə A-dan niyə saymırıq ki onu? Aynen belə qonşudur onsuz. A ikinci horizontaldır da. Hə, biz qonşu da dedik və dedik ki, kəsmə yüksəkliyi 2500-dür. Hesablayanda düz hesabladıq. 150-ni 0.6-ya. Hə, 2500 eləmirik olar. 250 eləyir. Hə, 250. Hə, indi hesablayın. Hesablayanda da 1250. 1250. Burada neçə təzyiqdir mən? 25. Müəllim 250 böləcək, amma o da 125 edir. 125. 125. C-də təzyiq soruşur. Yadınızda saxlayın. Dəniz səviyyəsində təzyiq 760-dır. C-də təzyiq soruşur. 760-dan çıxacaq 125, o da bərabərdir. 575. 125. Yox, 575 yox. 500. 760. 535. Hə də 535. 635. Hə. Hə, 600. Yaxşı, 273-ə də baxaq, bayaqki sualdandır. Mən burada 30-un 100-əcədir. Aha. 30'un 100. İkisində burada İkisinin də 105 olacaq. Mən x-imiz də 105 qram olacaq. Biz 105 vuracaq 30-a. Böləcək 100-ə. Bir şey deyim uşaqlar. 5 kubmetr havada 105 qram var. Burada da 1 kubmetr havada 30 var. Ya 150.
Ya 30'u 5 kub metrə qaldırın, ya 5 kub metri 1 kub metrə Mən gətirin. deyim, Ben 5'i 5'ə bölərik. O deyəcək 21. 30'u 5 kubmetre kaldığında müəllim 150 eləyir. 150'ni götürərik 100, Ha, 100 150. götürərik x. X'i taparsınız və o da sizin nisbi rütubətiniz olacaq. O da eləyəcək. Ben bir şey dedim. Biz burada niye 50'yi kaldırdık? 150'yi kaldırdık. 5 metr Çünkü kubu da 2 metre havada değil. Bölsək daha rahat olardı. Metrində axı. Burada da mütəzəkkir 1 metr havada 30 var. Eyni dərə kuba gətirməliyik, eyni vahidə gətirməliyik. Ben burada da ki 5 metre kub fez havada 105 gram su varsa biz de 5'i vuracağız hemen şey. Ha ben bayağı düştüm. Eyni ölçü vahidinə gətirməliyik ki, hesablaya bilək. Burada da hesaplayandan içi Ben 5'i eyni. 9'a vuracağız. 100 de beraber de 105'e. Yani 100'e beraber de 105 de beraber de kısa. 6,5, 6,5. 105'i 100'ə vurub 150'yə böləcəyik. 105 5. 150. 31,5 eləmir. 70. 70 müəllim 70. Rütubət 70% eləyir. Belə, bu qədər uşaqlar. Qalan məsələlərin hamısı eyni qaydada, eyni ayrıcalıqdadır. Yəni burada fərqli bir məsələ istilik yoxdur. Hamısında temperatur verirsə, temperatura görə, buxarlanmanı da verirsə, buxarlanmaya görə hesablamaları aparırıq. Yaxşı. Gələn 4-cü günə olan mövzumuz sizin ixtiyarınıza verilən nə olsun? İqlim değil mi? İqlimə keçmişik. İqlimə keçmişdik. Avropa, Asya, Cənubi Amerika, Şimali Amerikanın iqlimi olsun. Yani biosferdi. İqlimi Ben biosferdi. İqlimi keçmişik. Mən düşünürəm ki, Azərbaycan olsun. Ben de Azərbaycan. Onlar var. Sarılar. Azərbaycan iqlimi olsun. Çünki Azərbaycan iqlimi əsas mövzulardan biridir, həm də çətin mövzulardan biridir. Yo ben çetin değil aslında. Yaxşı, Fatıma, səni gələn dəfə sual cavab edəcəm. Olsun ben. Onda gələn dəfə mövzumuz oldu Azərbaycan iqlimi. Sualınız var? Eyvallah. İyiyim müəllim. Oldu. Gecən. Sağ ol, müəllim. Xeyirli qayıtın müəllim. Sağ olun. Sağ olun. Sağ ol.